Salam əziz şagirdlər, bu gün sizlərə 2026-cı il 28 iyun tarixində OTK-nın sınaq imtahanında keçirilmiş belə bir sual nümunəsinin izahını təqdim edəcəm. Şərtimizdə bizə deyilir ki, LNRT hərflərindən düzəldilmiş bütün 5 hərfli sözlər leksik məna gözlənilir. Əlifba sırasıyla düzülmüşdür. Bu siyahıda sıra nömrəsi 260 olan sözü müəyyən edin. Bildiyimiz kimi birinci yerdə duran ədəd hansı ədəd olur? Ya 1 olur, ya da 0 olur. İndi say sistemlərinə əsasən biz bunu 0 götürürük. Deməli, bizdə L 0-a bərabər olur. Hamısını sıfır şəklində yazıram və tapıram ki, L sıfıra bərabərdir. İkinci yerdə duran yenə də sıfırla başlayacaq. Bildiyimiz kimi sıfırdan sonra gələn 1 olduğuna görə n bizdə 1-ə çevrilir. Yəni 1 olacaq. Sonra R 2 olacaq. T də 3 olacaq. Bəs yaxşı, 0, 1, 2, 3 hansı say sisteminin rəqəmləridir? Dördlü say sisteminin. Deməli, bizə verilən bu ədədlər dördlü say sistemində göstərilmiş ədədlərdir. Və məndən soruşur ki, bu siyahıda sıra nömrəsi 260 olan sözü müəyyən edin. Bu 260 isə əslində özü onluq say sistemində verilib. Burada mən yazmışam açıqlamasın ki, 260 say, onluq say sistemində verilmiş ədəd dördlü say sistemində neçəyə bərabərdir? Bu da 1, 0, 1, 0, 0 şəklində yazılıb. 259 isə 1, 0, 0, 3 şəklindədir. Məhz sual verə bilərsiniz ki, niyə məhz 260 yox, 259-u tapdıq? Burada bir incə nüans odur ki, birinci yerdə duran ədədə fikir versəz, görərsiniz ki, hamısı sıfırla başlayır. Amma 1 ilə də başlaya bilərdi, düzdürmü? Ona görə də 260-cı yerdə duran ədəd özü də 259 olacaq. Çünki ədədin sıra nömrəsi onun özündən bir vahid böyükdür. Ona görə də bizdə 1003 şərtini ödəyən A variantı olacaq. Niyə? Çünki birimiz olur n, gətirib yerinə qoysaq. L də olur 0. 3 dənə də L, sonda T 3 yazılacaq. Yəni bunun izahı əslində bu qədər sadədir. Sadəcə olaraq siz bunu hərf şəklində davam etdirə bilmərsiniz. Əvvəlcə say sisteminə çevirmək lazımdır. Bilmək lazımdır ki, hansı say sistemində verilib, sonra asanlıqla həll olunur. Bu qədər sadə.